Bəs digər övladlar necə? Onlarla münasibətlər yaxşıdırmı? Əlbəttə. Yəni verişlərin birində nəsə kiçik bir aranızda nəsə olmuşdu, övladlarınıza telefon zəngi ilə qızınız bağlanmışdı. Ondan sonra münasibətlər düzəldimi? Nə deyə bilərəm? Siz incimişəm də. Elə belə incimişik də. Evladla ata arasında incimək olur da. Mən böyük oğlumdan da, məsələn, Teymur'dur da, bir dənə böyük oğlum var. Ondan da inciyirəm yeri gələndə. Heç danışdırmıram onu yeri. Çünki mən düzgünlüyü sevirəm. Düzgün olsam, belə canım da qurban. Necə düzgün? Yəni, haqqına danışam. Görürəm ki, oğlum məsələn mənə yalan danışır. 49 yaşı var. Yalan danışır. Filan şeyi, deyirəm, oğul filan şeyi mənə dedilər, axı, filan yerdə olmuşsan sən, yəni filan bir restoranda oturmuşsunuz, filan deyə. Sənə yaraşmaz, elə şey eləmək tutalım. Belə bir söz deyəndə, görürəm, deyir, yox, mən orada olmamışım. Amma bilirəm, axı olub.